İki avtomobil arasında seçim etmək sürücülərə çətin olmayacaq. Sürücülərin ən çox maraqlandığı iki avtomobillə qarşınıza gəlmişik. Deməli, Changan Guyan A05 və BYD Destroyer 5 modellərinin müqayisəsini edəcəyik. Mən Marat Namazov, start-stop verilişinin start düyməsini sıxıram. Minimal komplektasiyadır hər iki demək olar avtomobillərimiz. 2024-cü il istehsalıdır. Duman fənərləri burada yoxdur, amma full salon, yəni ən sonuncu versiyalarda duman işıqları var. Farada burada LED fənərləri görürsünüz. Adaptiv deməli fənərlərdir. Hər biri yolun tutumuna uyğun olaraq çalışır və istiqaməti göstərir. Ön bamper hissəsindən çox danışmaq istəmirəm. Güzgülər bizdə qatlanmır. Destroyerdə əsas məsələ Destroyerin daha çox detallarının yumşaqlığından gedirdi. Həmişə bizim müzakirəmiz və müqayisəmiz bundan olub. Mən yüngül təzyiq edirəm detala və Destroyerdə artıq detal tam olaraq içəri batdığını görə bilirsiniz. Və hər zaman da sürücülər tərəfindən bu müzakirə olunur ki, Destroyerin detalları yumuşaqdır. Bu məsələyə qısa olaraq bir açıqlama vermək istəyirəm. Bundan öncə avtomobillərin bamperlərini dəmirdən görürdünüz. Bu zamanlarda insanlar yalnız avtomobili qorumaq istəyirdilər. Sonra plasmas bamperlərə gəldik. Hal-hazırda isə istənilən avtomobil markasına baxsanız, detallar heç də Destroyerdən fərqlənmir, yumuşaqdır. Məsələ avtomobili yox, avtomobilə dəyəcək və ya avtomobilin dəydiyi insanı qorumaqdan gedir və detalların bu qədər nazik olması heç də sürücünü qorumur anlamına gəlmir. Bu bildiyiniz təzyiqi udma və təzyiqi qaytarma funksiyasını yerinə yetirir. Bizə maraqlı olan detalın əzilməsi deyil, bizə maraqlı olan sürücünün qorunmasıdır və sürücünün toxunduğu piyadanın qorunmasıdır. Bu səbəbdən də istər Destroyer, istər Guyan heç də bir-birlərindən o qədər də fərqlənmirlər. Hər ikisinin detalı o qədər də möhkəm deyil, amma bu avtomobilin təhlükəli olması səbəbinə gəlmir. Burada EC girişdir və full paketlərdə burada həm də DC girişdə olur. Əgər sizdə full komplektasiya olacaqsa, burada bir DC də olacaq və siz avtomatik olaraq 120 km qət edə biləcəksiniz. Uzun LED fənərlər həqiqətən də BYD-nin ən gözəl detallarından biridir. Mənim Destroyerdə ən çox sevdiyim həmin bu stop fənərlərdir. Arxa bagajını göstərmək istəyirəm sizə. Bir düymə ilə açıldı, yəni rahatlıqla. Burada 450 litrlik bir geniş bagaj həcmi var. Kifayət qədər genişdir. Və buradakı detalları göstərmək istəyirəm. Adapterimiz da var. Əgər sizdə təkərdə problem yaranarsa, yəni ehtiyat təkəri burada yoxdur, təbii görürsünüz. Kompressordur, üçbucaqdır, jiletdir, digər təkəri açmaq üçün alətlərdir və burada isə inventoru görürsünüz. Girişi var, AC giriş və DC. Bagaj kifayət qədər genişdir. Destroyerin üzərində orijinal disklər, demək olar ki, elə bəlkə də zavoddan da çıxan təkərlərdir və ölçüləri nədir? 255, 60, 16. Standart zavod ölçüləridir, hansı ki bu komplektasiyanın üzərində bu ölçülərdə təkərlər gəlir. Keçək Destroyerin interiyer incələməsinə. Əsas menyudan ibarət olan monitor, 15,6 düymlük. Monitordan ibarətdir avtomobilimiz. Sükan multisükandır. Sol tərəf cruise control, sağ tərəf isə multimediyanı idarə etmək üçündür. Əsas məsələlərdən biri BYD-ni Guyandan fərqləndirən monitor bu şəkildə istədiyiniz ölçüləri ala bilir. Bu Guyanda yoxdur, özünüz də görəcəksiniz və rahat şəkildə də geri qayıdır. Alətlər panelində əsas bizə göstərir bizim istifadə etdiyimiz yanacaq sərfiyyatını,
avtomobildə batareyalarda olan şarj hissəsini, sürəti və digər rejimləri. Burada bizim sürətlər qutusu analoqlandır. Hal-hazırda görürsünüz. RND və bu hissələr və parking düyməsi də var burada. Ələyləci buradadır, əlimizin altındadır və əsas rejimlərdən söhbət gedir. Burada elektromobilin rejimi, yəni tam olaraq elektrik mühərrikindən istifadə etmək üçün, hibrid mühərrikindən istifadə etmək üçün və qar rejimi görünür. Bir neçə rejimlər var burada, sürüş rejimləri var. Sport, ekonomik və normal. Biz çalışacağıq sürüş zamanı daha çox sportdan istifadə edək. Çünki maksimal olaraq avtomobilin gücünü yoxlamaq istəyirəm. Burada monitorda əsas kondisioner sistemi monitorumuzdadır. Multimedia sistemi monitordadır. 360 dərəcə kamera monitorda yoxdur. Burada bizim D-Pilot sistemimiz var. Enerjinin istənilən formada idarə etmə sistemi var. Hətta əyləc sistemini də buradan tənzimləyə bilirsiniz. Yəni istədiyiniz formada əyləc sistemini də tənzimləmək olur. Nənəmin sandığı deyilən bir hissə var burada. Nənəmin sandığı, yəni dirsək altlığımız ölçü olaraq balacadır, böyük deyil. Əsas mənim sevdiyim pəncərələrin düymələri əl məsafəsindədir, tam rahatdır. Düzdür, biz burada BYD yazısına o qədər də öyrəşməmişik. Biz bu avtomobilləri 1-2 ildir tanıyırıq, amma özümü hardasa beləcəyim bir Amerikan avtomobilinin içində hiss edirəm. Yəni multifunksiyonallığı bol olan bir Amerikan avtomobilində hiss edirəm. Lükumuz yoxdur. Bu modellərdə lükla təchiz edilməyib. Sadə günəşlik, işıqlar əlindən idarə olunur, yəni sensor deyil. Burada deməli kifayət qədər genişdir. Yəni bu hissələrdə də demək olar ki, səs yoxdur. Var az var. Düzdür, burada tikiş hissələrini qoyublar, amma yəni bu sizə parça effektini vermək üçündür. Plastikdir. Qapılar plastikdir. Deməli, oturacaqların tənzimlənməsini göstərim sizə. Tam manual şəkildədir. Yəni elektron deyil. Və keçək arxaya. Deməli, arxa oturacaqların hansı formada rahat və ölçülü olduğunu göstərmək istəyirəm sizə. Mənim boyum 1.67-dir. Bunu hər videolarda, hər verilişdə təkrar etmək istəmirəm. İndidən yadda saxlayın və siz də əgər orta boylu bir insansınızsa, burada kifayət qədər sizdə ayaq məsafəsi qalır. Ortaya keçim. Yerləşərdim. Burada da həmçinin. Yəni rahatlıqla 3 nəfər orta boylu şəxs rahatlıqla burada əyləşə bilər. Burada bizdə nə var? Yeri gəlmişkən heç bir çixoldan istifadə edilməyib avtomobildə. Tam özünün dəri salonudur və çixoldan istifadə olunmayıb. Burada çox geniş bir ciblik var. Burada da həmçinin 2 ədəd USB çıxışımız var burada. Havalandırma istiqamətləndirilməsi var burada. Bir də bir şey nəzərinizə çatdırmaq istəyirəm. Bu avtomobillər Çində və üzərində gəlir həm də komplektasiyasında NFC kartla da işə düşə bilir. NFC kart burada dirsək altlığının üzərində də var. Yeri, əgər kart varsa ondan işə düşə bilir və qapının üstündə də var bunun yeri. İndi keçək Guyan A05-in eksteryer incələməsinə. Faraların bir-biri ilə belə deyim də sinxron dizaynı həqiqətən də çox gözəldir. Yəni həm arxa, həm ön faralar bir-birinə dizayn olaraq sinxrondular. Bundan əlavə yenə də qaş hissəsi, yəni LED qaş hissəsi avtomobilə xüsusi bir gözəllik qatır. Faralar ksenondur. Duman fənərləri hər iki avtomobilin komplektasiyasında daxil deyil. Çünki belə deyim də full komplektasiya sayılmır bizim müqayisə etdiyimiz avtomobillər.
ön kamerası var. Adətən bu radiator barmaqlıqlarını biz görürük elektromobillərdə. Amma daxili yanma mühərriklərində isə gördüyünüz kimi bu şəkildə olur və sən baxan kimi bilirsən ki, bu avtomobil daxili yanma mühərriki ilə təchiz olunub. Bu isə adətən elektromobillərdə olur. Amma davamı da var. Deməli, radiator barmaqlarının davamı da nömrənin altında bu hissədə tam olaraq hava axınını təmin edə bilir. Güzgülər dəyişilib sürücü tərəfindən. Bunlarda belə olmur. Güzgünün üst korpusu qatlanır və interyer incələməsində mən buna sizə göstərəcəm. Deməli, qapı tutacaqları 2025-ci ildə belə deyil. Yəni biləsiniz. 2024-cü illərdə isə qapı tutacaqları bu şəkildədir. Eynən burada da. Bu işləməni xüsusən vurğulamaq istəyirəm. Bu Göyana xüsusi bir gözəllik qatır eksteryerinə. Bagajın açılmağını göstərmək istəyirəm sizə. Vəssalam. Düz, əslində biraz gec açıldı. Düşünürəm ki, daha tez açıla bilərdi. Daha tez açılması lazım idi əslində. Amma belə deyim də, bu fərq Destroyer'da yox idi, yəni bu funksiya. Mütləq ki, əlində əgər hər hansısa bir ağır əşya varsa, onu yerə qoyasan, düyməni basasan və açıla, amma Gyuyanda bunu düşünüblər. Destroyer'dan fərqli olaraq bagaj həcmi 450 litr yox, 500 litrdir və Destroyer'dan demək olar ki, kifayət qədər böyükdür. Plug-in hibrid. Amma bagaj kifayət qədər genişdir. Hətta digər bir rıçakı da buradan götürdük, açdıq və burada kifayət qədər geniş bir yer alınır. Deyərdim ki, bu avtomobil konkret olaraq səyahət avtomobilidir də, yəni. Nə qədər şey istəsən bu avtomobilə yerləşdirə bilərsən. Amma yenə də bildirim ki, 2025 modellərdə bax bu xüsusiyyət yoxdur. Təkər ölçüləri avtomobilin üzərində olan 225-45-18-dir. Amma bu avtomobillərin komplektasiyasında 225-45-17 gəlir. Burada hansı təkər ölçüləri uyğundur, qeyd olunur. Daha doğrusu 215-55-17 gəlir. 17'lik disklərlə 215-55-17, 18'də isə 225-45-18 ölçülərində təkərlər avtomobilin üzərində gəlir. Destroyer'ın içində əyləşəndə özümü sport avtomobildə əyləşmiş kimi hiss etmədim. Amma artıq sükan və belə deyim də, avtomobilin interyeri sanki həqiqətən də sport avtomobilimdə oturduğunu göstərir mənə. Avtomobil işə düşüb artıq və üzgüləri endirim, qapını bağlayım. Aha, əl məsafəsi, barmaq məsafəsi burada tam yerindədir. 4 pəncərənin 4'ünə də rahatlıqla, yəni əlim çatır, barmaqlarım çatır. Yəni qol məsafəmdən uzaqda deyil, barmaq məsafəmdən uzaqda deyil, əsas məsələ. Multisükan, sağ tərəf eynən Destroyer'da olduğu kimi multimedia, sol tərəf isə cruise kontrolu idarə etmək üçündür. Deməli, burada aşağıda detallar, faraların istiqamətini tənzimləmək üçündür. Güzgü qatlanar, amma Destroyer'da qatlanmaz. Çünki belə bir funksiya yoxdur Destroyer'da. Və güzgülərin şüşələrini tənzimləmək üçün düymələrdir burada. Alətlər paneli elektrondur təbii ki və burada da böyük bir monitorumuz var. Monitorun içindəki olan funksiyalardan biraz danışmaq istəyirəm. Əsas kondisioner sistemi bu hissədə yerləşir, amma belə bir, bəli, bu düyməni basaraq daha çox belə funksionallıq kondisionerdən götürə bilirsiniz. Yəni burada kondisionerin istiqamətləridir, AC düyməsidir və ventilyasiya, hər bir şeyi buradan idarə etmək olur. Əsas məsələ 360
dərəcə kamera. Rahatlıqla bu şəkildə yuxarıdan, sağdan, soldan və öndən kameranı rahatlıqla hərəkət etdirə bilirsiniz. 3D düyməsi var burada, baxın. Bütün bizim çəkiliş heyətimiz hamısı bu kamerada düşür. Rahat. Yəni bildiyiniz 360 dərəcə kamera. Bu funksiyada Destroyer-də yox idi. Nəzərinizə çatdırım. Daha sonra proqramlar olan hissəsində sürücümüzün avtomobilə yüklədiyi proqramları göstərmək istəyirəm. Yüklənənlər bölməsində burada Waze təbii olaraq çalışır. Spotify, TikTok və sürücüyə lazım olan digər bütün applicationlar burada öz əksini tapıb. Yəni təbii ki, bununla yazırlar da bunu. Bu hissə tam olaraq Android olduğunu bizə göstərir. Android monitor olduğunu. Wi-Fi, Bluetooth və digər bütün funksiyalar burada var. Digər bir funksiya nədəndir? Nədən ibarətdir? Baxın, bu isə tam olaraq sürüş tərzinə uyğun olan funksiyalardır. Yəni sürüşü tənzimləmək üçün olan funksiyalardır. Burada tam elektron rejim var. Onun da növləri var. Ekonomi, komfort, sport, hibrid. Tam olaraq hibrid sisteminə keçirmək üçün intelligent, adaptiv və digər funksiyalar. Burada da həmçinin low, normal, high. Və enerjini göstərir. Batareykalarda hal-hazırda 54% enerji var. Və digər funksiyalara da daxil olmaq istəmirəm. Onsuz da kifayət qədər informasiya verəcək ustalarımızda. Aha, burada nə sistemi var? Burada belə bir sistem var, hansı ki usta artıq daha doğrusu sürücümüz söndürüb bu sistemləri. Welcome Unlock və Welcome Lock hissəsi var. Hansı ki, məsələn, belə deyim, biz pəncərələri açıq saxlayırıq, lüku açıq saxlayırıq tam olaraq və avtomobildən uzaqlaşırıq. Əgər biz bu funksiyanı aktivləşdirmişiksə, uzaqlaşandan bir müddət sonra şüşələr bağlanır, lük bağlanır və avtomobil tam olaraq kilidlənir. Bu funksiyada burada öz əksini tapır. İşıqlar, məsələn, 10 saniyədən 30 saniyə, 60 saniyə, yəni biz avtomobili bağlayıb gedəndən sonra neçə saniyədən sonra işıqlar sönsün. Deməli, burada zolaq tanıma sistemidir. Destroyer-də bu da yox idi. Zolaq tanıma hissəsini də sürücümüz aktivləşdirməyib, deaktiv edib və belə əsasən sizə lazım olan funksiyalar bundan ibarətdir. Nənəmin sandığı əsas məsələ, dirsək atdığımız Destroyer-dan daha dərindir, daha böyükdür. Burada bizim əl-əyləcimiz var. Parklanma, amma belə deyim, sürətlər qutusu başlığı Destroyer-dəki kimi analoqla deyil. Bu şəkildə gördüyünüz kimi. Belə bir izah edəcəyimiz sizə. Aha, burada bir əl bagajı var. Bu da nə o qədər böyük deyil, nə də o qədər balaca deyil. Kifayət edər. Materiallar əsas məsələ. Mən bir dəqiqə mikrofonumu çıxardım və tam olaraq səsi göstərə bilim sizə. Demək olar ki, heç bir səs yox. Destroyer-dən fərqli olaraq bizim burada lük var və lük. Böyük deyil, amma yoxa nəhlət. İşıqlar bunda da manualdır, yəni düymə ilə. Bir güzgü var, amma işığı yoxdur. Və salam. Ön interyer. İndi isə keçək arxaya. Birinci, arxaya keçməmişdən öncə bir şey göstərmək istəyirəm. Destroyer-da düymələr manual idi. Ki o yanda isə elektron tənzimlənməklədir. İndi ayaq ölçüsünü mən özüm üçün tənzimləyim. Aha, mənim üçün bu ayaq ölçüsü idealdır. İndi isə keçək arxa oturacaqlarda rahatlığı yoxlayaq.
kifayət qədər genişdir. Elə demək olar ki, eynən Destroyer-dəki kimi kifayət qədər genişdir. Baxın, diz məsafəsi və burada da rahatlıqla mənim kimi bir orta boy və orta çəkili bir adam rahatlıqla 3 nəfər burada əyləşə bilər. Və mən bunu 2 nəfərlik sərnişin olanda arxada və yaxud da tək olanda mən bunu çox sevirəm, çox bəyənirəm. Yəni rahat formada dirsəklənib getmək olur. Burada da istədiyiniz suları qoya bilirsiniz. Çox rahatlıqla, amma 2025 modeldə bu da yoxdur. Burada bir USB port var. Destroyer-də 2 ədəd idi və hava axınını tənzimləmək üçün hissə. Ciblər Destroyer-də daha böyük idi, Kyuyanda balacadır. Rəşad usta, xoş gəlmisiniz. Bu avtomobillərin gadget tərəfini, yəni artıq demək olar avtomobillikdən çıxıblar da indiki avtomobillər və gadget kimi baxırıq. Multimedia tərəfini, funksionallığı, yəni bizə nəyi ki reklam edib satırlar, o hissələri tam izah etdik. Qaldı avtomobilin öz avtomobil tərəfi, hansı ki burada mühərrik, askı sistemi, sürətlər qutusu və digər məsələlər. Onu isə təbii ki peşəkardan soruşmaq lazımdır. Birinci başlayaq mühərrikindən. Hansı mühərriklər durur bunların üzərində, ümumiyyətlə hansı texniki göstəriciləri var? Xoş gördük Marat bəy. Bir ümumi mühərriklər haqqında müqayisə verək. Hər iki avtomobildə 1.5, yəni 1500 kub santimetr olan mühərrikdən təchiz olunub. Atmosfer mühərriklərdir, yəni turbinsiz mühərriklərdir. Müəyyən xırda bir fərqləri var. Qarşımızda duran bu avtomobilə Destroyer avtomobilində MPI sistemi istifadə olunur. Multi-point injection. Çox nöqtəli yanacaq sistemindən söhbət gedir. Biz bunu sadə sistem adlandırırıq. Amma Guyan modelində yüksək təzyiqlə işləyir. Bu deməkdir ki, yanacaq istəyi Guyan daha tələbkardır, nəinki Destroyer. Burada yüksək keyfiyyətli yanacaq. Yüksək keyfiyyətli yanacaq tələb eləyəcək. Qaldı mühərriklərin işləmə siklına keçdikdə, bildiyimiz kimi daxili yanma mühərrikin 3 sikllə işləyir. Ən geniş yayılmışı Otto mühərrikləridir. Atkinson mühərrikləri var və Miller mühərrikləri var. Otto mühərriklərində sıxılma ədədi yüksək olduqda siz məcbur olaraq yüksək aktanlı yanacaq istifadə edəcəksiniz. Amma bu avtomobillərin birində, Guyan avtomobilində Atkinson mühərrikində, Destroyer'də isə Miller mühərrikindən istifadə edirlər. Əslində texniki cəhətdən Destroyer'də də eyni Atkinsondur. Sadəcə bu şirkətin mühəndisləri xırda bir dəyişikliklər ediblər və özlərinə məxsus olan bir dəyişimlər var deyə bunu Miller adlandırırlar. Amma işləmə prinsipi eynidir. Bu da deməkdir ki, bu avtomobil rahatçılıqla 92 yanacaqla işləyə bilir. Yəni hər ikisinə aiddir bu. Bunların pillələr qutusu, yəni sürətlər qutusuna hər iki model eCVT, elektron tipli variatordan istifadə edir. Çox möhtəşəm bir sistemdir. Yəni bu sürətlər qutusunu biz hal-hazırda Toyota'nın modellərinin üzərində görə bilirik. Hansı modellərin Toyota üzərində? Prius. Yəni bildiyimiz dünyanın bəlkə də deyərdim ən uğurlu sistemidir. Demək olar ki, xarab olmayan bir pillələr qutusudur. Bu iki avtomobilin müqayisəsində belə deyək. Təkərlərə güc ötürməsi zamanı Guyan modelində daha çox daxili yanma mühərriki iştirak edir. Bəs Destroyer-də? Destroyer-də isə daha çox elektrikin üzərinə güc düşür. Yəni bizdən bir müqayisə soruşsaz ki, hansı daha üstündür, bizə bunu gələcək göstərəcək. Nəyə görə gələcək göstərəcək? Biz bugünkü gündə daxili yanma mühərriki və elektrik avtomobillərinin bir müharibəsini görürük. Gələcək ya daxili yanma mühərriki qalacaq və yaxud keçəcək elektrik mühərrikinə. Tamamilə. Tamamilə. Yəni gələcəkdə elektrik üstünlük təşkil eləsə, qalibimiz olacaq Destroyer. Daxili yanma mühərriki üstünlük təşkil eləsə, qalibimiz olacaq Guyan. Bugünkü gündə biz hələ ki daxili yanma mühərrikinə üstünlük veririk deyə, hələ ki prioritet Guyandadır. Keçək üçüncü məsələ askı sistemi. Bəli. Askı sistemi 99% texniki cəhətdən demək olar ki, eynidir. Ön hissədə McPherson tipli hər ikisi istifadə edir. McPherson nə deməkdir? McPherson yəni bir təkərin üzərində əsasən bu ön çəkən avtomobillərdə istifadə olunur McPherson.
bir təkərin üzərinə hər şeyi yığıblar. İstər amortizator olsun, yay olsun, digər məsələnin hamısı bir təkərin üzərindədir. Arkada isə nə istifadə edirlər? Yarı müstəqil sistem deyilir buna, torsiyon sistemidir. Hibrid avtomobillərdə əsasən bu dediyim yarı müstəqil torsiyon sistem istifadə olunur. Çünki torsiyon sistemdə həm də elektrik batareyalar üçün müəyyən bir yer yaranır və ondan istifadə edirlər. Yəni müqayisələri bu qədər. Hər iki avtomobilin askı sistemlərini biz başqa hansı avtomobillərdə görə bilirik Rəşad usta? Ön çəkən 99% avtomobil MacPherson'dan istifadə edir. Narahat olacaq sistemlər odur. Digər məsələlərdə narahat olacaq bir şey yoxdur. Rəşad usta, o zaman elə mayələrə keçək. Amma mayələr mövzusunda mənə birinci maraqlı olan sürətlər qutusu yağıdır. Çünki elə sizdən aldığım məlumata görə demək olar ki, Azərbaycanda bunların sürətlər qutusu yağı yoxdur. Niyə yoxdur? Sürətlər qutusunda Marat bəy, burada hər iki şirkət necə deyirlər, bir özünə aid bir mayələr üzərə çıxardıb. Yəni belə deyək də, öz mayələrini digər şirkətlərlə, analoqlarla paylaşmaq istəmirlər. Aha. Yəni özlərinin sifarişi ilə istehsal edilir. Sırf özünə sifariş, öz tələbinlə EHSF adlanır. Bu Destroyer'dadır. Destroyer'da. Bəli. Elektrik hibrid sistem fluid adlandırılır bu. Yəni bunların hər ikisinin sürət qutusunun mayəsi elektrik ötürməyən olmalıdır. Əsas tələb budur. Bəli. Çünki müəyyən bir nasazlıq yarananda orada bildiyimiz kimi yüksək bir gərginlik var. Bunlar elektrik ötürməyən mayələr olmalıdır. EHSF adlanır və bunu yalnız bu şirkət buraxır. Analog yoxdur. Digər güvən modelində burada isə BOT adlanır. Bu da mayenin adı belədir. Yəni. Bəli, BOT adlanır. Bunun öz abreviaturası da yalnız bunlara aiddir. Aha. Pis tərəfi odur ki, siz burada analog tapa bilməyəcəksiniz. Bu şirkətlər sizə hansı qiyməti diktə eləyəcək, məcburən o qiymətə də onu almalısınız. Amma mühərrik yağında elə deyil. Mühərrik yağında artıq Destroyer modelində 3.3 litr 0.20 yağından istifadə olunur. Daha qənaətçildir. Bəli, və burada biz tələbə fikir versək, Destroyer modelini istehsal edən şirkətin əsas hədəfi Avropa olduğuna görə, məhz yağ tələbi də fikir versəz, Avropa tələbi, Asiya üzərindən. Asiya C5 0.20. Tutumu 3 litr 300 qramdır. Yağ dəyişmə xərci də 90-110 manat ətrafında olacaq. Bu artıq orta və yüksək segment yağ markalarından gedir. Orta və yüksək segment yağları müqayisə etmiş olsaq, keçək Guyan, amma Guyan Asiya istehsalçısı olduğuna görə ənənəni davam elətdirir. İlsak tələbi üzərindən gedir. İlsak GF6 tələbidir, 0.16. Aşağı özüllüklü yağ tələb eləyir. Yağ tutumu da 4 litrdir. O zaman daha baha başa gəlir Guyanın yağ dəyişməsi. Aralarında 20 manat fərq var. Bunu xərci götürsək 110 artıq 110-130 manat ətrafında olacaq. Amma nəticə etibarilə Guyanda ciddi farsunkalar olduğuna görə, yəni yüksək təzyiqli farsunkalar olduğuna görə biraz Destroyer'a uduza bilər. Bu sahədə uduzsa da, amma udduğu tərəfi nədir? Burada yenə də deyirəm, burada daha çox köhnə texnologiyadan istifadə edilir. Daha etibarlı texnologiyadan istifadə edilir. Bu avtomobildə bizi yeni heç nə gözləmir. İllərin sınaqdan keçmiş texnologiyasıdır. Digər Destroyer'da isə daha çox innovativ texnologiyalardan istifadə olunub. İnnovativ texnologiya yaxşıdır. Amma yeni texnologiya olduğuna görə biz gələcəkdə nə ilə qarşılaşdığımızı bilmirik. Bunu zamana buraxırıq. Rəşad usta, çox sağ ol dəqiq texniki izaha görə. Çox sağ olun Marat bəy, mən sizə təşəkkür edirəm. İndi isə keçirik Guyanın sürüş testinə. Ani sürətlənmə edəcəyik. Baxaq özünü necə göstərir Guyan. Wow. Kifayət qədər yaxşı sürətlənir. Yerindən götürməyi. Hoppa. Kifayət qədər. Deməli, Guyanın torku Destroyer'dan daha artıqdır. Rəqəmləri ya unutmuşam, yadımda deyil, amma fərqi bilirəm ki, Guyanda daha
çoxdur torku. Və bu da kifayət qədər avtomobili qıvraq eləməyə bir əsas səbəbdir. Yəni yerindən götürəndə reaksiya avtomobildə əladır. Biraz manevr edək. Çünki zolaq tanıma funksiyamız da sönülüdür. Elə bundan istifadə edək və wow, kifayət qədər cəld reaksiya girir. Yol tutumu Kia'nın əladır. Və indi nə qaldı bizdə? Tormozlanma. Bunu yoxlayacağıq. Və dairəyə girməsi. Və 60 sürətdə ani tormozlanma eləyirəm. Operator bərk dur. Kifayət qədər cəlddir. Kifayət qədər cəlddir. Səssizdir salon. Demək olar ki, öz sinifinə görə, yəni bu biznes klass avtomobil deyil. Bu dairə sayılmaz. Biz demək olar ki, dönüb qayıdırıq, amma yenə də bir var gücümüzlə yoxlayaq. Hop. Avtomobil sürüşmədi. Qəşəng. Əla. ESP sistemi dərhal özünü göstərir və yol tutumu da əla. Xoş gəlmisiniz. Mövzu hibriddən, plug-in hibriddən və gələcəkdə elektromobildəndirsə, mütləq sizi hər dəfə verilişimizdə görmək istəyərdik. Çünki araşdırmam nəticəsində bu barədə ən yaxşı məlumatı olan ustalardansınız. Çünki bu avtomobillərin elə əsas problemi də budur ki, bu məsələlərdə, yəni plug-in hibrid elektromobillər usta tapmaqda çətinlik çəkirlər. Nə yaxşı ki, biz tapdıq. Birinci sualım bundan ibarətdir ki, hər iki avtomobildə batareya istehsal texnologiyası eynidirmi, yoxsa fərqlidir? Xoş gördük Marad Bey. Arxamızda Destroyer bir Kia maşınları var. Birbaşa və ən əsas nə ilə fərqlənir? Destroyer avtomobillərdə batareya bildiyimiz bir dəfəlik batareya, одноразовый. Yəni yalnız bir dəfə istifadə etmək olar, xarab oldusa atacaqsınız. Bəli, əgər zədə aldı, qızdı batareyka və yaxud soyuq oldu, bəzi maşınlar kimi açıb nəyisə müdaxilə etmək olmur. Bəli. Niyə görə? Çünki batareyka compound deyilən bir şey var, rezin tipli. O yapışdırıblar onu panelə, axlajdayici panel, soyutma panelə. Soyuducu paneldə bu maşında işləyir qazdan, freonla. Bu maşın isə ondan fərqlənir. Nə ilə fərqlənir? Neçə dəfə olub ki, gəlib maşınlar, hansı ki, çarja getmir, məsəl üçün zaryadka götürmür, batareyka düşüb sıfıra. Onu söküb, təyin edib harda zədə var, harda problem var. Düzəldib təhvil vermişik tez bir zamanda. O zaman belə başa düşürəm ki, Destroyer'in batareyaları bir dəfəlik, Kia'nda isə təmir olunandır. Bu isə Kia'nın daha üstün olmasına gətirib çıxarır. Həm də Destroyer'da batareykalar kuzadan bir az aşağı. Gövdədən biraz aşağı olur. Bəli, tam biraz aşağı. Kia'nda əksinə, kuza ilə birdir. Plus altında az da olsa zaşitası var. Daha doğrusu Destroyer'da LFP sistemdir, batareyalarda. Kia'nda isə NMC. Keyfiyyətə görə... Yəni daha gec sıradan çıxır Destroyer'da. Mən elə deməzdim. Deməli bu sadəcə iddiadır, markanın iddiasıdır. Çünki sürülən maşınlar var, bizə gələn müştərilər var. Hansı ki, o başqa məsəl üçün problemlərə görə gəlir. Amma bəziləri məsəl üçün bir ildən çox sürür. Deyir ki, əvvəl sürürdüm filan qədər, indi tək çarjdan göstərir filan qədər, amma sürür faktiki olaraq daha az kilometraj sürə bilirlər. O gözləyir lüboy elektromobil və hibriddə. İstənilən elektromobildə və hibrid plug-in hibridlərdə bu problem ola bilər. Bu avtomobillərdə support xidməti məsələsi var, multimedia məsələsi var və hal-hazırda proqram yenilənməsi hər iki modeldə gedirmi? Heç bir problem yoxdur ki? Bəli, gedir. Bəzi görürsən, müştərilər də deyir, bizdə də olur. Məsəl üçün,
Qyan və bəzi başqa modellər. Bizdə oficial diller var. Rəsmi diller. Aha. Bəzi görürsən ki, maşın tələb eləyir yeniləməni. Amma yeniləmədən qabaq qalıb ki, okey basmaq və yenilənsin maşın. Kompüter şikayət edir ki, maşın satılıb Çin iç bazarına və bu yenilənmə keçməyəcək. Yəni eksporta aid deyil, bu avtomobil Çində olmalıdır ki, yenilənmə baş tutsun. Bəli. Aha. O zaman buna necəsə müdaxilə edə bilirsinizmi? Bəzi vaxtı yenilənmə düzgün keçmir və yaxud müştərilər özü internetdən istifadə eləyir. Belə deyim də, 10 maşından, yəni ki 100%-dan 20% gəlir şikayət edir ki, yeniləmə zamanı общий multimedia monitor keçdi. Aha. Yəni sönür ümumiyyətlə multimedia. Bəli, təəssüf ki, o yeniləmə ilə, kompüter vasitəsilə hələ ki əmələ gəlmir. Bunların əsas həm Qyanın, həm Destroyer'ın əsas bu sistemdə daha çox hansı problemlərlə sizə yaxınlaşırlar? Məsələn, Destroyer hansı problemlə daha çox yaxınlaşır sizə? ABS. ABS sistemi. Bəli. Aha. Bəs Qyan? Qyan charge box. Charge box. Bu xərcli bir problemdir, yoxsa Bəli. necə? Destroyda ümumiyyətlə sifariş də eləmək olur Çindən. Detallar çox yaxşı keyfiyyətdir. Даже Çindən mən sizə deyim ki, orijinal və ne orijinal. Aha, orijinal olan və olmayan Bəli, Çinin özündə Çin maşını orijinal və ne orijinal və firma üst pozisiyada gəlir. Üst pozisiyada qalır. Orijinal bəli, biraz bahadır. Ne orijinal var, o da işləyir, bəzi detalları işləyir. Mən elektron cəhətdən deyirəm, bəzi detalları işləyir, bəli, gətirmişik. Yəni rahat gətirib, tapıb düzəltmək olur da Destroyer. Yəni bir problem yaranmır. Bəs bu Qyanda belədir? Qyan ne orijinal detal işləmir. Orijinal olmayan detalları onun üzərində qoymaq olur. Çünki onun bitləri, bit nə deyirik? Məsəl üçün byte, megabayt, bit. Onun bitləri, orada proşivka söhbəti var. Onun bitləri düz gəlmir. Bəli. Yanan beyindən də onlarda əsasən prosesor yatır. O informasiya prosesorun içindədir. O prosesor yatandan sonra ondan oxuyub yazmaq olmur. Olmur. Təşəkkür edirəm Maksim Usta. Çox sağ olun ki, gəldiniz. Başlayırıq sürüşümüzə. Getdik. Destroyer'da sürücüyə lazım olacaq bir çox funksiyalar var. Funksiyalardan biri, daha doğrusu bir neçəsi məhz əyləclə bağlıdır. Funksiya var hansı ki, sən ayağını qazdan çəkəndə avtomatik olaraq əyləcləyir. Yəni, saxlamır maşını, amma əyləcləyir. Yəni, bir balaca tormozlanma hiss edirsən avtomobildə. Və əyləcin bir neçə funksiyaları var. Komfort var, sərt var və bu düşünürəm ki, Destroyer'i Qyandan bu mövzuda daha üstün edir. Və indi yerindən sürətlənmə etmək istəyirəm. Ani sürətlənmə və baxım Qyan yoxsa Destroyer. Qyan daha qəşəng reaksiya verirdi yerindən götürəndə. Salaq sürəti 60-a və əyləc. Bir dənə də yoxlayaq, ürəyimcə olmadı. Və fərqli deyə verdiyi hisslər. Yəni Qyan sanki daha sərt idi tormozlaması, amma belə deyim, Destroyer daha yumuşaq oldu. Amma dərhal cavab verməsində Qyan daha aktiv idi. Səs izolyasiyası yaxşıdır hər ikisində. Həm Destroyer'da, həm Qyan'da. Kör nöqtələr
yoxdur. Avtomobili hər bir tərəfdən görmək olur. Nəzərə alsaq ki, Destroyer-də 360 dərəcə kamera yoxdur. Və Q-yanda belə bir hətta funksiya var idi ki, avtomobili onu qoşurdun, o funksiyanı. Avtomobili bağlayıb gedirdin və bir müddət 360 dərəcə kamera rek verirdi və yazırdı onun öz yaddaşına ki, kimsə gələr vurar, kimsə əzər avtomobili, hər hansısa toxunar, oğurluq olar. Bunların hamısını qeydə alırdı. Və bizim dairəyə girişimiz nəhayət ki, kifayət qədər əla. Burada artıq biz gözləyirik dairənin bu hissəsində və hoppa, yağ Destroyer, Q-yan sürüşmədi. Sən sürüşdün. Tutdum sənin zəif tərəfini. Yox, sürüşdün. Düzdür, nəzərə alsaq ki, təkərlər də zəifdir Destroyer-də. Amma hər bir halda. Yəni, yox, Q-yan daha təhlükəsizdir manevrlarda, nəinki Destroyer. Yəni, bunu avtomobili alanda nəzərə alın. Vəssalam. Sürüş testlərimiz də bu qədər. Yoxladıq hər iki avtomobilin. Vacib hər dəfə dəyişəcəyiniz ehtiyat hissələrinin qiymətinə. Yəni, burada yağ filtri, hava filtri və digər detallar bazar dəyəri. İndi isə gəldik əsas məsələyə. Destroyer-ın və Q-yanın bazar qiymətlərinə. Avtomobillərimiz 2024-cü il istehsaldır. Hər ikisi demək olar eyni komplektasiyadadır. Amma qiymət fərqləri var. Destroyer 2024-cü il 0 kilometr yeni 23-24 min manat. Q-yan A05 isə 25-27 min manat. 2024-cü il tam yeni avtomobil. Dəyərmi, dəyməzmi? Bunlara artıq siz qərar verirsiniz. Ustalarımızla detallı incələdik. Həm sürətlər qutusunu, həm mühərriki, həm askı sistemini, həm də elektronika sistemini incələdik. Sürdük, interyer, eksteryer, stoplama, dairəyə girmə və sürətlənmə. Bu qədər detalları özündə birləşdirən Destroyer və Q-yan testini bəlkə də bu vaxta qədər görməmisiniz, heç bundan sonra da görməyəcəksiniz. Mən Marat Namazov Start Stop verilişinin stop düyməsini sıxıram.